Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Mən Gülər Orcova, Fes Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə növbəti sınavımızın izahına baxacağıq. Lakin sınavın izahına başlamazdan öncə xatırlatmaq istəyirəm ki, sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə gəlin baxaq suallarımızın izahına. Və xatırladım ki, bu suallar deməli güvən kitabından seçilən kvadrat kök, həqiqi üstü qüvvətə aid olan deməli suallardır. Baxaq birinci suala. Yazıb ki, kök adlı 75 vurulsun 1 bölünsün kök adlı 3. Əlbəttə ki, bu kök adlı 75 surətə vurulacaq. Olacaq kök adlı 75 bölünsün kök altında 3. Və bunun dərəcələri eyni olduğu üçün bir kökün altında yazmaq lazımdır. Yəni, yaza bilərsiniz bir kökün altında. Olur 75 bölünsün 3. 75-i 3-ə böləndə 25 eləyir. Kök adda 25 də cavab deməli 5-ə bərabər olmuş olur. Birinci sualda testimizin düzgün cavabı olur D bəndi, D variantı. Keçək ikinci suala. İkinci sualı deyir ki, verilən deyir bu ifadəni hesablayın, yəni qiymətini tapın. Bərabərdir. Baxın, məxrəcdə kök adlı 25 var. Bundan cavab 5 çıxacaq. Surətdə isə kök adlı 2 çıxılsın, kök adlı 3-ü kvadrata yüksəltmək lazımdır. Bunu da A çıx B-nin kvadratı formasında yazmalısınız. A çıx B-nin kvadratı. Bu da müxtəsər vurma düsturudur. Bərabərdir. Olacaq A kvadrat çıx 2AB üstə gəl B-nin kvadratı. Gəlin yazaq. Birincinin kvadratı, kök adlı 2-nin kvadratı olur 2. Kök itir, çıxılsın. Bununla bunun hasilini, bax fikir verin, kök adlı 2-ni kök adlı 3-ə vuranda eləyir kök adlı 6. Onun 2 misli. 2 vurulsun kök altında 6. Üstə gəl ikincinin kvadratı, yəni kök adlı 3-ün kvadratı. O da eləyir 3. Üstə gəl, kök adlı 24-ü də yazırsınız 4 dəfə 6. Bu da bərabərdir. 2 ilə 3-ü toplayanda eləyir 5. Çıx, 2 kök adlı 6. Burada da 4-dən kök altında nə çıxır? 2 çıxır. Amma bu 6 qalır kökün daxilində. Bölünsün 5. Müsbət 2 kök adlı 6, mənfi 2 kök adlı 6 islah olunur, 0 verir. 5-i də 5-ə böləndə düzgün cavab 1 alınmış olur. Yəni, ikinci sualı testimizin düzgün cavabı olur B bəndi, B variantı. Keçirik növbəti suala. Baxırıq burada üçüncü suala. Deyir yenə, bu ifadənin, yəni bu hesablamanı aparın və qiymətini tapın. Sadələşdirmək lazımdır uşaqlar. 48-i yaza bilərsiniz, deməli 16 dəfə 3. Daha sonra 27-ni 9 dəfə 3. 108-i isə 36 dəfə 3. Yəni elə yazmalısınız ki, vuruqların birindən mütləq şəkildə kök çıxsın. Bax 16-dan nə çıxır? 4. Amma kökün altında qalır 3. 9-dan nə çıxır? 3. Amma kökün altında qalır 3. 36-dan nə çıxır? 6. Kökün altında qalır 3. 4 kök adlı 3-dən bu 3 kök adlı 3-ü çıxanda qalır 1 kök adlı 3. Onun da üstünə 6 gələndə olur 7 kök altında 3. Yəni, üçüncü sualda testimizin düzgün cavabı olur Y bəndi, Y variantı. Keçək növbəti suala, yəni dördüncü suala. Dördüncü sualda deyir ki, bu kəsirin məxrəcini irrasionaldan azad edin. Uşaqlar, kəsirin məxrəcini irrasionaldan azad etmək üçün onu qoşmasına vurmaq lazımdır. 5 kök altında 3-ün də qoşması elə kök adlı 3-ün özüdür. Təzədən 5 kök adlı 3 götürməyin, yəni 5-ə baxmırsınız burada. Qoşması elə bu kök adlı 3-ün özü olur. Məxrəci vurduqsa, deməli surət də həmin bu qoşmaya vurulmalıdır. Surət eləyir 6 kök altında 3. Məxrəcdə isə 5 vurulsun, kök adlı 3-ü kök adlı 3-ə vuranda eləyir 3. Bu 6 ilə 3 ixtisar gedir. 1 dəfə, 2 dəfə. Deməli, surətdə qalır 2 kök adlı 3 bölünsün 5. Testimizin düzgün cavabı C bəndi, C variantı alınmış olur. Keçək növbəti suala. Nədir 5-ci sualda? Deyir, bu ifadəni sadələşdirin. Gəlin hər birini ayrı-ayrılıqda 12-ci dərəcədən qüvvətə yüksəldik. Bax, olur 3-cü dərəcədən kök adlı A kvadratın 12-ci dərəcədən qüvvəti vurulsun 4-cü dərəcədən kök altında B üstü 5-in 12-ci dərəcədən qüvvəti. Bu da bərabərdir. Bu 12 ilə bu 3 ixtisar gedir. Burada 1 qalır, burada 4 qalır. Burada 1 qaldığı üçün artıq kök də qalmır. Yəni kök işarəsi də itir. Qalır A kvadratın 4-cü dərəcədən qüvvəti. Vurulsun.
Burada da 12 ilə 4 ixtisar gedir. 1 dəfə, 3 dəfə. Artıq dərəcə 1 qaldığı üçün kök işarəsi də qalmır. Kök də gedir. Qalır B üstü 5-in 3-cü dərəcənin qüvvəti. Bu da bərabərdir. A üstündə 2-ni 4-ə vurursunuz, 8 eləyir. B üstündə 5-i 3-ə vurursunuz, 15 alınmış olur. Yəni düzgün cavab A üstü 8, B üstü 15. Baxın, C bəndi, C variantı alınmış olur. Belə, keçək növbəti suala. Deməli, 6-cı sual bizə deyir ki, 8 üstü A üstə gəl 2 ifadəsi 2 üstü 3 A üstə gəl 5 ifadəsinin neçə mislidir? Məsələn, mən sizdən sorsam ki, 8 2-nin neçə mislidir? 8 2-dən neçə dəfə böyükdür? Siz bunu necə həll eləyərsiniz? Deyəcəksiniz ki, 8-i 2-yə bölərik, cavab olar 4. Yəni 8 2-nin 4 mislidir. Yəni 8 2-dən 4 dəfə böyükdür. Bax, bu formada. İndi bu ədəd 8 üstü A üstə gəl 2 ifadəsi 2 üstündə 3A üstə gəl 5-dən deyir, nə qədər böyükdür? Neynəməlisiniz? Bunu buna bölməlisiniz. İndi gəlin həll edək. 8-i yazırsınız 2-nin kubu kimi. Bunun da qüvvətində A üstə gəl 2. Bölünsün. Bu da olur 2 üstündə 3A üstə gəl 5. Bərabərdir. Əsas olduğu kimi qalır. Bax, bu 3 vurulur qüvvətə. Yəni A plus 2-yə. Olur 3A üstə gəl 3 dəfə də 2-nin 6. Bölünsün 2 üstündə 3A üstə gəl 5. Bax, fikir verin. Əsasları eyni olan qüvvətlərin bölünmə qaydasıdır. Əsas olduğu kimi qalacaq, amma qüvvətlər bir-birindən çıxılmalıdır. 3A üstə gəl 6-dan. Çıxmalısınız bu ikincini. Yəni, siz bunu da çıxdığınıza görə mütləq qarşısında nə olmalıdır? Mənfi olmalıdır. Mənfi 3A çıxılsın 5. Bu da bərabərdir. 2 üstündə 3A-lar gedir. 6-dan da 5 çıxan eləyir 1. Elə 2 üstü 1 də 2-yə bərabər olmuş olur. Deməli, 6-cı sualda testimizin düzgün cavabı olur C bəndi, C variantı. Keçək növbəti suala. Silirəm buranı. Baxaq burada 7-ci suala. Deməli, 7-də bizə nə deyir? Deyir ki, B böyükdür 5 olarsa, verilən bu ifadəni sadələşdirməliyik. Gəlin sadələşdirək. Birinci növbədə bu çöldəki ifadəyə dəyməsəz, 6 bölünsün, 5 çıx B yazsaq, vurulsun. İçəridəki də müxtəsər vurma düsturu kimi, baxın, yığmalı olsa, B çıxılsın 5-in kvadratıdır. Aha. İndi biz nə etməliyik? Bax, bu vurulu keçirtməliyik, ya da keçirtməyək. Gəlin belə edək. Olsun, 6 bölünsün 5 çıx B. Aha. Burada, bunun, yəni belə deyək, kökün dərəcəsi 2-dir. Bu 2 ilə bu 2 ixtisar gedir. Dərəcə 1 qaldığı üçün kök işarəsi itir. Amma bu dərəcə cüt olduğu üçün mütləq nə olmalıdır? Modulda çıxmalıdır. B çıx 5. Bu da bərabərdir. Bax, 6 bölünsün 5 çıx B vurulsun. İndi gəlin bunu moduldan xilas edək. Bunun üçün nəyi bilməliyik? B çıx B-nin müsbət yoxsa mənfi olduğunu bilməliyik. Əgər B ədədi 5-dən böyükdürsə, məsələn 6-dırsa, 6-dan 5 çıxanda müsbət alınır axı. Deməli, modulun içərisi müsbətdir. Modulun içərisi müsbətdirsə, bu olduğu kimi çıxacaq. B çıx 5 bərabərdir. Bax, fikir verin. Bu 5 çıx B-dir. Bu da B çıx 5-dir. Bunlar bir-birinin əksidir uşaqlar. Yəni, siz bunları ixtisar aparanda 1 yaza bilməzsiniz. Mütləq mənfi 1 yazmalısınız. Çünki bunlar bir-birinə əks ədədlərdir. 6-nı da vuracaqsan mənfi 1-ə, deməli düzgün cavab mənfi 6-ya bərabər olmuş olacaq. 7-ci sualda testimizin düzgün cavabı olur Y bəndi, Y variantı. Keçək növbəti suala. Baxırıq 8-ci suala. Deyir ki, vuruğu kök işarəsi altından çıxarın. Gəlin sadələşdirək. Yazırıq kvadrat kök altında A üstü 4-ü A kvadratın kvadratı şəklində yazırıq. B kubunu isə B kvadrat vurulsun B yazırıq. Yaza bilmədik. Aha, B kvadrat vurulsun B yazırıq. Niyə belə, yəni belə deyək, sadələşdirdik, parçalama apardıq? Çünki bu kökün dərəcəsi 2-dir. Yəni elə etməliyik ki, buradan cüt dərəcədən belə deyək, bir qüvvət olsun, rahat ixtisarımızı apara bilək uşaqlar. Bu da bərabərdir. Bax, bu kvadratla bu 2 gedir. Dərəcə cüt olduğu üçün mütləq modulda çıxacaq. Modulda A-nın kvadratı. Vurulsun. Bu kvadratla yenə bu 2 gedir. Dərəcə cüt olduğu üçün modulda çıxacaq. Amma bu B kökdən çıxa bilmir. Bu elə qalacaq kökün altında. Qutardı, getdi. Bərabərdir. A kvadrat, düzdür. A-nın işarəsi bizə verilməyib. Baxın, A-nın işarəsi bizə verilməyib. Amma biz bilməliyik ki, söhbət burada kvadratdan gedirsə, istər mənfi ədəd olsun, istər müsbət ədəd olsun. Onun kvadratı hər zaman nə olacaq? Deyəcəksiniz ki, hər zaman müsbət olacaq. Bu oldu müsbət.
Bəs B nədir? B də müsbət ədəddir. Deməli, hər iki modul müsbətdirsə, onda bu necə çıxacaq? Olduğu kimi çıxmış olacaq. A kvadrat vurulsun B və kök altında da B olduğu kimi qalır. Deməli, vuruğu kök işarəsi altından çıxartmış olduq. Düzgün cavab B bənd. A kvadrat B kök altda B. Düzdür. 8-ci sualı testimizin düzgün cavabı olur B bəndi, B variantı. Keçək növbəti suala. Buranı silirik. Baxırıq 9-a. Deyir, bu ədədləri müqayisə edin. Ümumiyyətlə, bu tip verilən ədədləri müqayisə etmək üçün ən yaxşı yol onları kvadrata yüksəltməkdir. Bax, yazıb ki, A bərabərdir kök altında 10, üstə gəl kök altında 6. Gəlin, hər tərəfi kvadrata yüksəldək. Bax, bunu da kvadrata yüksəldirsən. Bərabərdir. Kök altda 10-un kvadratı 10 eləyir. Üstə gəl. Birinci ilə ikinci həsinin 2 misli. Kök altda 10-u 6-ya vuranda 60 eləyir. Üstə gəl ikincinin kvadratı. Bu da olur 6. 10 ilə 6-ını toplayanda eləyir 16. Üstə gəl 2 kök altında 60. Deməli, bu oldu A kvadrat. Elə bax, burada da yazaq. Bu oldu A kvadrat. İndi gedir B-yə. B-nin qiymətini bizə verib ki, kök altında 12, üstə gəl kök altında 5. Hər iki tərəfi kvadrata yüksəltsək, bax bu formada. Onda birincinin kvadratı 12. Üstə gəl. Bununla bunun hasının 2 misli. 2 kök altda 12-ni də 5-ə vuranda 60. Üstə gəl ikincinin kvadratı, yəni 5. 12-nin də üstünə 5 gələndə olur 17. Üstə gəl 2 kök altında 60. Bu da oldu B-nin kvadratı. İndi baxaq C-yə. C-ni bizə nə verib? Kök altda 14. Üstə gəl, kök altında 2. Bunu da kvadrata yüksəldirik, bunu da. Bərabərdir. Deməli, kök altda 14-ün kvadratı 14, üstə gəl. 2 vurulsun. Kök altda 14-ü 2-yə vuranda 28, üstə gəl. Kök altda 2-nin kvadratı 2. Bu da bərabərdir. 14 ilə 2-ni toplasaq edir 16, üstə gəl. 2 kök altında 28. Aha. Burada deməli, gəlin böyüdən doğru düzək. Bax, fikir verin. B kvadrat var burada. 17 üstə gəl. 2 kök altda 60 almışıq. Bu 16 üstə gəldi, bu da 16 üstə gəldi. Deməli, bu 17 üstə gəl daha böyük olmuş olacaq. B böyük olacaq. İndi baxın, bu 16 üstə gəl 2 kök altda 60'dır. Bu 16 üstə gəl 2 kök altda 28'dir. Hansı daha böyükdür? Əlbəttə ki, 16 üstə gəl 2 kök altda 60 daha böyük olmuş olacaq. Ona görə növbəti A gəlməlidir. Bunların arasında ən balacası, ən kiçik isə deməli C ədədi olmuş olur. B, A, C. Baxın Y variantına. Deməli düzgün cavab Y variantı, Y bəndi alınmış olur. Bu bizim oldu 9-cu sualımız. Nəhayət baxırıq 10-cu suala. Həm də bizim bu testin sonuncu sualıdır. Deməli, bax burada 2 var. Bu 2 ilə bu 2 ixtisar gedir. İxtisar getdiyi üçün 1 qalır və avtomatik olaraq kök itir. Olur 3 çıxılsın A. Çıxılsın. Bu hansı ifadədir kök altında? Gəlin burada yazaq elə. Bax bu hansı ifadədir? Kök altında deməli A çıx 4-ün kvadratıdır. Bax fikir verin. Müxtəsər vurma düsturu kimi yığanda A çıx 4-ün kvadratı olur. Burada da 2 var. Deməli bu 2 ilə bu 2 ixtisar gedəcək. Dərəcə 1 olduğu üçün burada kök itəcək və dərəcə cüt olduğu üçün bu modulda çıxacaq. A, minus 4. Deyə bilərsiniz ki, bəs bu ifadəni, bax fikir verin, bu ifadəni ixtisar aparanda niyə modulda çıxartmadıq? Çünki biri var, n-ci dərəcədən kök altında A üstü n. Burada mütləq diqqət eləməlisən. Dərəcə cütdürsə modulda çıxartmalısan. Biri də var ki, n-ci dərəcədən kök altında A-nın n-ci dərəcədən qüvvəti. Yəni, bax, bu halda, bu vəziyyətdə olanda heç nəyə baxmadan ixtisar aparıb A-nı yazırsan. Nə, yəni, n-in təkliyinə, nə cütlüyünə, heç nəyə baxmırsan, yəni, ixtisarını aparıb birbaşa olaraq cavabı yazmış olursan. Amma bu tipli də mütləq baxmaq lazımdır. Dərəcə təkdir, yoxsa uşaqlar, dərəcə cütdür. Bunu sadələşdirdik. Bərabərdir. İndi biz bilmirik ki, A ədədi 4-dən böyükdür, yoxsa balacadır. Burada isə sizin köməyinizə yenə birinci yəni mötərizə gələcək. Ümumiyyətlə, bir misalda sizə hər hansısa bir belə deyək, ipucu vermədən o testi, o misalı sizə verməz. Çünki bir işarə, bir yol, bir qayda olmalıdır ki, mən o belə deyək, həmin qayda ilə hərəkət edeyim və misalı tapa bilim, testi tapa bilim. Bu da onlardan biridir. Bax, fikir verin. Kök altında 3 çıxılsın A verib. Biz nə bilməliyik? Biz bilməliyik ki, cüt dərəcədən, yəni kvadrat kök altında heç vaxt mənfi olmaz. Kök altı ifadə böyük bərabərdir 0 şərtini ödəməlidir. Yəni, ya müsbət olmalıdır, ya mənfi, ya müsbət olmalıdır, ya 0 olmalıdır.
mənfi ola bilməz. Ona görə yazırıq ki, 3 çıxar böyük bərabərdir 0-dan. Buradan mənfi a böyük bərabərdir 3-ü atırıq bu tərəfə mənfi 3. Mənfi 3-ü daha doğrusu mənfiyə böldüyüm üçün avtomatik bərabərsizliyin işarəsi dəyişəcək. Olacaq a kiçik bərabərdir 3-dən. Deməli, a 3-dən kiçikdirsə, a 4-dən də balaca ədəd olmuş olacaq. Və balaca ədəddən də 4-ü çıxanda cavab olur mənfi. Deməli, bu modulun içərisi mənfi imiş. Modulda içərisi mənfi olanda olduğu kimi çıxır? Yox, yerini dəyişib çıxır. Olur 4000 4 çıx a. Bu da bərabərdir. Burada olur 3 çıx a. Mənfiyə görə də açanda mənfi 4 üstəgəl a. Və diqqətlə baxsaq, mənfi a, müsbət a bir-birinə əksi, cəmi 0 eləyir. 3-dən də 4-ü çıxanda bərabər olur mənfi 1-ə. Yəni 10-cu sualı testimizin düzgün cavabı olur A bəndi, A variantı. Belə, bu da bizim deməli bu dərs üçün, bu sınaq üçün sonuncu sualımızın izahı idi. Ümid edirəm ki, hər biri tam şəkildə bizə aydın olmuş oldu. Sualları izah etdikcə hansı sualda, yəni bu dediyim qaydalardan hansında əgər boşluğunuz varsa, uşaqlar, mütləq onu elə bugün vaxt itirmədən, yəni həmin qayda hissələrini çalışın ki, möhkəmləndirəsiniz. Və bir daha xatırlatmaq istəyirəm ki, əgər sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənmək və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.